İstər part-time olsun, istər full-time olsun, fərqi yoxdur. Əgər hansısa sərbəst sahədə və yaxud freelance sahəsində uğur qazanmaq istəyirsənsə, mütləq şəkildə öz işində mütəxəssisləşməlisən. Bu çox vacibdir ki, hər hansısa bir sahədə mütəxəssis olmağın. Düzdür, mükəmməl heç nəyi heç kim bilmir, amma mütəxəssis olmaq o deməkdir ki, sən işini düzgün yerinə yetirə bilirsən və onda səndə özgüvən yaranacaq ki, istənilən sahədə belə deyim də, istənilən sahəyə addım atıb orada uğur qazanmaq üçün. Bu hansısa bir kompüter biliyi də ola bilər, bu nə bilim tərcüməçilik də ola bilər. Əsas odur ki, sən öz işində mütəxəssis olasan, biləsən ki, sən bu işi bacarırsan. Sənə hansısa bir terminlə bağlı sual versələr, qabağına nəsə çıxsa, onu asanlıqla cevablaya bilərsən, o problemləri asanlıqla həll edə bilərsən. Yəni ki, mütəxəssis olmaq bu deməkdir. Mütəxəssis olandan sonra sərbəst sahədə asanlıqla uğur qazana bilərsən. Azərbaycanda mən həmişə demişəm ki, sərbəst sahədə pul çoxdur həqiqətən də. Mən sizə demirəm ki, gedib hansısa şirkətdə misal üçün mütəxəssis olun və az maaşa işləyin. Düzdür, şirkətlər var, yaxşı maaş verir, şirkətlər var, pis maaş verir. Yəni ki, mən özüm də o şirkətlərdən keçmiş biri olaraq bilirəm ki, misal üçün mən nə dərəcədə mütəxəssis idim öz işimdə, amma müdirin vecinə də deyildi. Müdir özünə villa tikdirir. Yəni ki, heç vecinə də deyil ki, bu işçilər öz üzərində nə qədər işləyir. Yəni ona görə mən sərbəst sahəyə keçdim. Amma bunun birinci sirri odur ki, öz işində mütəxəssis olmalısan. Çünki mütəxəssis olmasan, özgüvənsiz olacaqsan hər zaman. Ki, birdən orada nəsə olar, mən onu eləyə bilmərəm. Ona görə də birinci öz üzərinə yatırım eləməkdən keçir. Məndən soruşurlar ki, kursa mı gedim, hara mı gedim, bilmirəm. Onun cavabı çoxdur. Əsas odur ki, sən öz üzərində işlə. İndi biraz mövzunu dəyişmək istəmirəm, amma girib bu TikTokda lazımsız videolara, düşük komediya videolarına, yumor videolarına, mən yenə də deyirəm, yumor gözəl şeydir, gülmək gözəl şeydir. Amma səhərdən axşama qədər yumor videolarına baxırsınızsa, bu biabırçılıqdır. Az girin, onlara baxın, düşük hərəkət edənlərə. Öz karyeranızı qurun, sərbəst sahədə uğur qazanmaq istəyirsinizsə, mütəxəssis olmalısan. Bugün Azərbaycanda istəyirsən öz işini sübut elə, istəyirsən Bangladeşdə, istəyirsən Amerikada, istəyirsən nə bilim Papua Yeni Qvineyada. Əgər sən öz işini yaxşı bilirsənsə, belə bir klişe bir misal verəcəm də. Ayaqqabı tikən, ayaqqabı ustası, dəridən ayaqqabı tikən var. O krala da ayaqqabı tikə bilər. Qullara da ayaqqabı tikə bilər. O mütəxəssis olandan sonra artıq onun öz qərarıdır kimə tikəcək o ayaqqabını və necə pul qazanacaq. Yəni bunu unutmayın.